Bəzi insanların düşüncəsinə görə Əhl-i Beyt əleyhissalamdan gələn övladları hamısı gərək imam olsun. Xeyr, bu səhv düşüncədir və səhv məntiq. Çünki nübüvvəti və imaməti təsdiq edən Allahdır. Allah təyin eləyir hansı imam olmağını, peyğəmbər olmağını. Və belə məntiqlə götürsək, Həzrəti Yusuf əleyhissalamın 11 dənə qardaşı var idi. Gərək o hamısı peyğəmbər mi olaydı? Və yaxud da İmam Kazım əleyhissalamın neçədən evladı var idi? Gərək onlar hamısı mı imam olaydı? Xeyr, təbii ki bu səhv fikirdir. Nübüvvəti və imaməti təsdiq edən Allahdır. Allah qərar verib hansı imam olacaq və yaxud hansı imam olmayacaq. Birinci imamdan tutmuş 12-ci imama qədər onlar hamısı Allah təyin edib. Nə cür ki 124 bin peyğəmbəri. Allah bizləri Əhl-i Beyt əleyhissalamla məşhur eləsin. Allah bu cür düşünən insanları islah eləsin inşallah.